Kartofları atırıq suya. Güzel. Atırıq suya. Ve burada bunları biraz temizleyirik. Yani yuyuruq. Bəh. Onu da qoyuruq pişsin. Görək necə alınacaq. Qəşəng kartofu qoyduq közə. Qoyduq özü yavaş-yavaş dəmlənsin. Sonra biz bunu baxacağıq, görək necə alınır. Qazetdə qoyduq ki, qabığı çox yanmasın, o parda bişsin. Sonda baxarıq, görək necə alınacaq. Buna kimi bir çay içək və gözləyək. Ne çay içirik? Yarpız. Ben o gün Yarpız çayı. Gəlmişik yarpız yığmağa. Bunu səhər-səhər şehli yığırıq. Gözəl bir, min bir dərdin dərmanıdır. Bunu istəyirik yığaq, dəmləyək, yuyaq, təmizləyək, dəmləyək və çayını içək. Görək necə olacaqdır. Bunu kökündən çıxartmaq lazım deyil. Bunu ancaq qırırıq ki, yenidən bitsin. Biz də bu gözəllikdən istifadə eləyək, bəhrələnək. Biraz axtaraq görək bu. Oy. Gül buketidir də bu. Düzəldirik buketimizi. Bəh. Aycan. Gedib bunu. Bunu qoyuruq suya. Özü yumuşalır. Orada nə tozlar varsa qalır, bir müddət sonra götürəcək. Nə var özü boşalacaq hamısı. Güzeldir. Qoyaq qalsın burada. Özünə gəlsin bu yarpızımız. Hanizi.
Dağıdıram. Ben de var idi. Ha. Turizm. Ha. Plajdan, Ofşi'den. Bizde şekiller var ya orada. Bizde şekiller var. Short tipi. Bu böyle. İndi artıq kartoflarımız yəqin ki bişər. Biz ümid edirik ki bişər. Kartofları çıxardaq. Baxaq görək nə vəziyyətdədir. Yavaş-yavaş səliqəli şəkildə biz üzünü daşıyırıq közümüzün. Bəh, görürsünüz nə gözəl kömürlərdir, közdür. Bəh. Ay can, ay can, can ay can, ay can. Eliniz yanar müəllim. Şimdi oradan bıçaq gətirib yoxlamaq lazımdır. Görəsən bu bişib ya yox. Biz bunu otaqda pəncərənin yanında. Bişməyibsə yenidən qoymalıyıq bişsin. Bıçaq gətir müəllim. İndi bıçağı ora batır. Pişib. Bəli. Hamısı. Oha pişib. Bu yox. Bu yox. Hə. Bu pişib. Bizə o yekə pişmir. Super. Sən pişənləri ayıraq. Bax bu pişib. Bu super. Bu pişib. Soransı pişib. Sən bir dənə demə. Aha, soran. So. Hə, deyən hələ bir dənə. Biri pişməyib elə. Hə, ki. Siz nə o közün Bu pişmir. Bu yekə pişmir. ayrı qoyun. Bax bunu yoxlayın. Bu pişir. Kəş müəllim Yoxla. izləyicilərimiz deyirəm bunun ətrini də hiss eləyə bilərdilər. Bəh. Müəllim gəlin duzu götürün. Əlimizi yuyaq. Duz döymək lazımdır. Diqqətli olun. Pişib elə. Super. Qoy duz gətirsin. Hə, bunda duzlamaq lazımdır yeməmişlər. Özdə Əzmə. Gözlə. bu qara var ha. Bu qaranı yemək də xeyir. Onun közünü eləmi yanan yerini. Kömürdür da o. Nədir? Dərman. Tələsməyin. Bismillah. Kartof tuz çəkən olur. Nuş eləyin. Buyurun. Batan kimi soyuq düşürək. Ha. Yeyin özünüz. Allah müharibə göstərməsin. 41-45-də kartofdan, cəmaət aclıqdan çıxır. O dağ yerlərində şabalıd, o qoyub peşdə şeylər. Bu da kartof. Bu da pişmir lan. Bunlar da. Bu ikisini pişir. Həmişə bu rusların müharibə kinolarında hara girsən ora göstərirlər kartof həmişə. İkinci çörəkdir də Hə, müəllim. üçüncü də. Çörəyə aydın. Nişastadır da bunun içində. Ben Balıq dadı gəlir müəllim. Ne? Balıq dadı gəlir. Fəxrəddin şey nə deyim, Namik mənə bunu elə pişirib ki, daha professional kimi. Bunun qabığını da yumuşam ha. Hə? Yumuşam. Qabığı da yemək olar. Təmiz bişib də yəni. Bəh. Superdir. Əladır. Bir şey də istəyir müəllim. Bir şey onu yemez. Deməli hələ bunun üstünə Müəllim. Pişiyin balaları var deyəsən hə müəllim? Ha. Bal ey bal.
İnanırsan mən o yemək üçün darıxarım. Vallahi elə yeməklər. Bu közdə pişirilən yeməyin dadını heç nə verməz. Şey kartof olsun, istəyir nə olur. Nə qədər kabab yasan, nağalasın. Bax belə yemək. Çölçülükdə əsas o belə doğrayırsan, çölçülükdə, nə bilim o Prosesin Salat. özü. prosesin özü adam ləzzət verir. Badımcan kababı zat eləyirsən, qarışdırıb salat. Nə Quyruqla. Əcəb sandal, Hı. əcəb sandal deyirlər. Qiymətlə. Bunları qaytar. Hər Bunlar biri- bişməyib mənim deyəsən. Bunları atmaq lazımdır. Gəlmə. Bax o gün Gəl. baxıram Hələ- şey qoyub. Hələ ki yeyək. Bax zonasının o sülfür nə deyirlər? Sürhülü. Sülfürlüdür nə? Sülhüllü. Sülfürlü eləmi? Sürhülü. Sülfürlü. Bax onu hər yerin özünün yeməkləri var da. O karinol deyirlər. Şax yeməyi. Məsəl üçün Ağdaşda döşəməli aş deyirlər. Karinol. Toyuq əti ilə olur, eləmi? Onlarda çırpma da olur. Toyuqdan o toyuğu pişirirlər, orada yumurta da vururlar. Ona nəsə bir buz deyirlər, ona bilmirəm. Çırpmalı. Hər Döşəməli yerin aş. şeyi var. Oy oy oy. O yox, iyi qadan. Orada var qoymuşam çoxdur. Fətəli xan var, Quba xanın oğlusu da eləmi? Bəli, bəli mən. O Fətəli xanın burada Xəlilov şey var, Əli müəllim. Boksyor. Onun nəslindəndir. Onlardan gəlib bu Ağdaş zonasında yaşayıblar, nəsil artırıblar burada. Fətəli xan nəslində. Qırmızı qəsəbənin adını bir dövr dəyişib Fətəli xan qoydular. Yoxsa yox, səhv edirəm. Burada bir qəbirstanlıq var. Adı Şıxabdaldır. Şəhərin elə bölümündə. Şeyx Abdal. Bəli. Orada başına dolanırlar, pullar qoyurlar. Ceyranı biraz yumaq lazımdır. Bunu Dəmir atdı bu. belə qoruyur. Sonra bunu aparırım yuyulan yerə. Yuyulan yerdə